Çox verilən suallardan biri də ondan ibarətdir ki, bələdiyyələr bina sakinlərindən vergi tələb edə bilərmi? Əgər vətəndaşın mülkiyyətində mənzil, yaşayış sahəsi varsa, bu bələdiyyələr tərəfindən əmlak vergisinə cəlb edilə bilər. Vergi məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış sahələri vergi tutma obyekti olduğu halda yalnız 30 kvadrat metrdən artıq olan hissəyə görə vergi tutulur. Yəni şəxsin mənzilinin 30 kvadrat metrdən az hissəsi əmlak vergisindən azaddır. Bundan başqa pensiyaçılara, müddətli həqiqi hərbi xidmət qulluqçularına və onların ailə üzvlərinə, müharibə əlillərinə, şəhid ailələrinə əmlak vergisi üzrə 30 manatlıq güzəşt tətbiq olunur. Sənətkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin emalatxana binalarda əmlak vergisindən azaddır. Beləliklə, bəli, yaşayış binalarında yaşayan vətəndaşlardan əmlak vergisi bələdiyyələr tərəfindən tələb oluna bilər. Lakin bələdiyyələr tərəfindən tələb olunan ödənişin qanuni və hüquqi əsası olmalı, düzgün hesablanmalı, həmçinin vətəndaşa vergi ilə bağlı daha öncədən bildiriş göndərilməlidir. Vətəndaş olaraq sizin hüququnuz var ki, həmin ödənişin məbləğini və qanuniliyini sorğulayasınız və lazım gəldikdə buna etirazınızı bildirəsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.